Salam dəyərli abituriyentlər, müəllimlər və əziz MIQ və sertifikasiya namizədləri. Hər birinizi salamlayıram. Bu gün adi və onluq kəsrlərə aid sadə mürəkkəbə suallarının izahının davamına baxırıq. Buradakı suallar arasında həm deməli abituriyent səviyyəli suallar var, həm də MIQ və sertifikasiya səviyyəli suallar da vardır. Sual nömrə 1-dən başlayaq. Baxın, deyir ki, bunu hesablayın. Biz nəyə diqqət edirik biz burada? Deməli, məxrəci biz 2 dənə hasil formasında əgər yaza bilsək, bir dənə düsturu biz alındıra bilərik. 40 nədən ibarətdir? 5 vur 8-dən. 88 nədən ibarətdir? 8 vur 11-dən. 154 nədən ibarətdir? 11 vur 14-dən. Bəs deməli 238 nədən ibarətdir? 14 vur 17-dən. Deməli, istədiyimiz formaya bunu gətirə bildik. Burada bəs qayda nə idi? Gəlin 9-u mötərizə xaricinə çıxardaq. 5 vur 8-də 1, plus 8 vur 11-də 1, plus 11 vur 14-də 1, plus 14 vur 17-də 1. Bunun iki tip hesablama qaydası var idi. Gəlin 9-u burada yazaq. Birinci hesablama qaydası belə idi ki, 1 bölünsün həmin bu məxrəcdəki fərq, onsuz da məxrəcdə eyni qədər fərq olduğuna görə biz bu formada hesablaya bilirik. Burada da fərq hər zaman 3-dür. Bunu yazırım məxrəcdə. Və sonra birinci kəsrlə sonuncu kəsrin fərqini yazıram. Yəni 3-də 1 vur, 5-də 1, minus 17-də 1. Bəs bu nəyə bərabər olar? Gəlin buradan davam edək. Bu da deməli bərabər olur. Deməli 9 böl 3 vur 5'də 1 minus 17'də 1 də bərabərdir. Deməli 85'də 17 minus 5 12. İndi müəyyən ixtisarlara aparaq biz burada. Deməli cavab bizə nə verdi? 85'də 36. Bu formada rahat qaydada məsələni biz həll edə bildik. İndi isə davamına biz baxırıq. Deməli burada bir dənə yolla hesablama qaydası bu belə idi. Digər yolunu indi deyim, siz də diqqətli qulaq asın. Digər yolu bəs nədir? Kəsri, baxın burada 85'də 36, bunu onsuz da tapdıq. Yəni digər yolunu deyirəm. Baxın. Buradan davam edirik. Bu formaya qədər gəlirdik. Bundan sonraki yol bəs nədir? Məxrəcdə birincini sonuncuya vururam, 9-u saxla kənarda. Məxrəcdə birincini vururam sonuncuya və bu surətlərdə toplayıram. 1 plus 1 plus 1 plus 1. Bunu da toplayanda eləyir 9 vur 85'də 4. Bu da bərabərdir 85'də 36. Hər iki yolu bilməyiniz sizin üçün üstünlükdür. Amma mən düşünürəm əvvəlki yol daha səmərəli yol idi. Bir çox məsələlərdə əvvəlki yol daha effektlidir ki, onunla rahatlıqla hesablamaq daha olur. Yəni bir çox məsələlərdə həmin o birinci yolu biz tətbiq edə bilirik. İndi növbəti məsələyə baxırıq. İndi bunu hesablayaq. Yenə də göründüyü kimi oxşar tipli məsələ və misallardan biridir. İndi buraya baxırıq. Bu tipli bir toplama verib, amma baxırıq ki, biz bunu 2 ədədin hasili formasında yazsaq, bu qayda ödənilməyəcək. Bunu 2, 3 yazım, bunu 4, 6 yazım, aralarındakı fərq eyni olmaz.
Mən nə etməliyəm mütləq? 3 dənə ədədin hasili formasında yazmalıyam. 3 dənə ədədin hasili formasında yenə yazaq. 6 nəyə bərabərdir? 1 vur 2 vur 3-ə. 24 nəyə bərabərdir? 24 nəyə bərabərdir? 24 bərabərdir. Deməli 2 vur 3 vur 4-ə. Bu 60 nəyə bərabərdir? 3 vur 4 vur 5-də. 5-ə. 120 bəs nəyə bərabərdir? 4 vur 5 vur 6. İndi bu burada da deməli həmin birinci yolla biz rahatlıqla gəlin bu məsələni həll edək. Nə edirik biz burada? Artıq burada isə əgər 3 dənə əgər varsa, diqqətlə qulaq asın, biz nə edirdik? 5 burada artıqdır. Gəlin əvvəl onun mötərizi xaricinə çıxardaq. Siz onsuz da bu qaydaları biləndən sonra 5-i mötərizə xaricinə çıxartmasanız da, yəni özünüz e, sürətli formada hesablaya bilərsiniz. Bura hər kəs baxır deyə, bəziləri birdən bilməz deyə mən bunu tam formada izah edirəm. Deməli burada nə edirdi? 5 qalır burada. İndi bu tərəfə biz baxırıq. Nə edirik? Sürət və məxrəc arasında fərq nəyə bərabərdir? 2-yə. Burada da 2-yə, burada da 2-yə, burada da 2-yə bərabərdir. 1 böl 2. Deməli, 1-i bölürəm həmin bu məxrəcdəki fərqə. Vurulsun. Bu birinci kəsir. İlk 2 dənə hasili mən götürürəm. Bunların fərqinə. 1 vur 2-dir bu. Minus 1 böl 5 vur 6. Bu da bərabərdir. Deməli, 2-də 5 vurulsun. Bura 2-də 1 edir. 2-də 1 minus 30-da 1. 2-də 1 minus 30-da 1. Bəs bu nəyə bərabər olur? Deməli, 2-də 5 vur. 30-da 14. Bu da deməli bərabər olur. İkiləri gəlin ixtisar aparaq. Burada 7 yarandı. 30-da 35-ə bərabər oldu. Bunu da biz qarşı deməli qarşı ədəd formasında yazaq. 1 tam 30-da 5. Bu da bərabərdir 1 tam 6-da 1. Bu formada rahatlıqla biz hesablaya bildik. İndi növbəti məsələyə baxaq. Əvvəl rəylərdə qeyd edin. Kiməsə nəsə aydın olurmu? Nəsə bu suallar sizə tanış gəlirmi? Bunu qeyd edin. İndi növbəti məsələyə biz baxırıq. Baxın, deyir hesablayın. 4 plus 5 üstü 5 yəni bu formada yazılıb və bu sonsuz formada baxın, sürət sonsuz formada davam edir. Biz nə edirik indi biz burada? Baxın, diqqət edin. Bu ümumi ifadə var. Onsuz da bu sonsuz formada davam edirdi. Baxın 4 plus 5 üstü 5 üstü 4 plus 5 üstü. Yəni bu sonsuz formada davam edir. Sonsuz formada davam edirsə, mən bu sürətdəki ifadəni əgər x adlandırsam, ümumi ifadədə x-ə bərabər olar da, elə deyilmi? Ona görə ki, burada e, bu da x-dir, bu da x-dir. Yəni sonsuz formada bu davam edir hər ikisi. Yəni x formasında yaza bilərəm. Bundan sonra sonrası rahatdır. Nə edirəm? 4 plus x böl 5 bərabərdir x-ə. Buradan da x nəyə bərabər olur? Yəni hər tərəfi 5-ə vuraq. 20 plus x bərabərdir 5x-ə. 4x bərabərdir 20-yə. Buradan da x bərabər olur 5-ə. Bu formada sualı rahatlıqla həll edə bildik. İndi növbəti məsələyə biz baxırıq. Baxın, burada da yenə də baxın 6 buradadır. Bunu belə yazaq, daha aydın olsun.
Aha. Baxırıq 6 plus 5 üstü 5 yenə də 6 minus var. Eee, baxın indi burada bəs nəyə ümumi ifadəyə nəyə bərabər olar? Burada artıq minus hissəsinə mən baxmıram. Minus təkrarlanır. Bu ifadə plus olan hissəyə mən baxıram da. Plus olan hissədən başlayan hissəyə mən baxmalıyam. Bu ifadə əgər x-dirsə, ümumi ifadə də burada bərabərdir x-ə. Ona görə ki, bu onsuz da sonsuz formada davam edir. İndi burada mən nə yazıram? Deməli, 6 plus 5 üstü deməli 6 minus 5 üstü x. Buranı x adlandırdım. Yəni baxın bu ifadəni. Bundan sonrası rahatdır. Rahatlıqla bu tənliyi mən həll edirəm. Yəni burada nə etmək lazımdır? Tənliyi həll etmək üçün gəlin belə eləyək. Gəlin belə eləyək. Bu 5-i gəlin itirək. Hər tərəfi 5-ə vuraq. Bu məxrəcdəki 5-i itirək. 30 plus 6 minus x bölü 5 bərabərdir 5x-ə. Aha, bundan sonra neyniyək? Hər tərəfi yenə də 5-ə vuraq. 150 həmin məxrəcdəki 5-i itirək. 150 plus 30 minus x bərabərdir 25x-ə. Buradan da 26x nəyə bərabər olur? 26x bərabərdir 180-ə. X də bərabərdir 26 da 180. Bu da bərabər olur 13-də 90. Bu formada məsələ rahatlıqla həll olunur. İndi növbəti məsələyə gəlin baxaq. Deməli, bu formada verilən ifadə nə olur? Ya baxın, bu tip məsələlərdə biz nə edirik? Burada deməli toplayırdıq bu iki dənə ifadəni, bir tam hissə verirdi. Tam hissədən həmin bu A-nı çıxırdıq və ya toplayırdıq. Nəsə biz burada ala bilirik. Yəni burada da yəni mahiyyət burada dəyişmir. Bu tip misalların hamısının deməli yazılma mexanizmi hər zaman eynidir. Yəni ya bunları götürürük, tərəf-tərəfə toplayırıq, ya çıxırıq, ya nəyisə vururuq, çıxırıq, toplayırıq. Mütləq nəsə burada alınmalıdır. Yəni mahiyyət burada dəyişmir. Bunu tam formada mən sizə göstərim. Deməli, burada yazıram. A nəyə bərabərdir? A bərabərdir yazaq. 7-də 2 plus 9-da 5 plus 12-də 7. Gəlin bu hissəni isə adlandıraq nəsə bir B. B nəyə bərabərdir? 3-də 1 plus 4-də 1 plus 7-də 1. Gəlin bu yuxarıda A-nı 3-ə vuraq. Sonra burada 7-də 6 alınır. 7-də 6 plus 7-də 1 bir tam ədəd verir. Baxın, buna mən diqqət edirəm. 3-də 5 alınır 3-ə vuranda. 3-də 1 ilə toplayanda 3-də 6 2 verir. 12-də 7-ni də 3-ə vuranda burada yenə də 4-də 7 plus 4-də 1 tam ədəd 2 verir. İndi burada mən nə edirəm? A-nı vururam 3-ə. Burada nə alınır? Deməli 7-də 6 burada artıq 3-lərin biri ixtisar getdi. Burada da alınır 4-də 7. İndi gəlin neyniyək? Bunları götürüb toplayaq. Deməli 3A plus B nəyə bərabər olar bu zaman? 3-də 1 ilə 3-də 5-i topla. Eləyir 2. 7-də 6 ilə 7-də 1-i gəlin toplayaq. Eləyir 1. 4-də 1 ilə gəlin 4-də 7-ni toplayaq. Eləyir 2. Deməli 3A plus B nəyə bərabər oldu? 5-ə. Buradan da biz nə edirik? B-ni A ilə ifadə edək. Yəni bunu mən B adlandırdım. Bunu mən A ilə ifadə edeyim də. B bərabərdir 5 minus 3A. Bu formada məsələ rahatlıqla deməli həll oluna bilir.
Davam eləyək. Burada nəsə bir yanlışlıq gedib. Gəlin bunu mən tam formada düzəldim yazım. Bu birləri səhv yerdə biraz yazırlar. Deməli, baxın, misal belədir. A plus 1 böl B plus 1 böl burada da 1'dir. Məsələ bu formasındadır. Bizdən istəyir A plus B plus C plus D nəyə bərabərdir? Bu tipli məsələlərdə biz nə edə bilərik? Baxın, 158 böl 29 deyil, 158 böl 29'dur. Bunu addım-addım gəlin yazaq. 158 29'a böləndə 5 plus 29'da 13. Bu 5 plus 29'da 13'ü mən necə yaza bilərəm? 1 böl 13'də 29. Bəs bu nəyə bərabərdir? Bu da bərabərdir 5 plus 1 böl 2, 2'də 2 plus 13'də 3. Davam edək. Bəs bu nəyə bərabərdir? 5 plus 1 böl 2 plus 1 böl 3'də 13. Bu da bərabər olur. İndi baxın, bu son mərhələdir. 5 plus 2 plus 1 bölünsün. Deməli 4 plus 3'də 1. Bu formayı. Buraya qədər gəldik. Gördük ki, artıq elə bu qədərdir. Şimdi buradan biz nəyi tapırıq? A burada nədir? 5'in yerində yerləşir. 5 A'nın yerində yerləşir. Deməli A nəyə bərabərdir? A bərabərdir 5'ə. Bunu tapdıq. Sonra deməli 2 B'nin yerində yerləşir. Deməli B nəyə bərabərdir? B bərabərdir 2'yə. C 4'ün yerində yerləşir. C bərabərdir 4'ə. D 3 4'ün yerində yerləşir. D bərabərdir. İndi bunların hamısını gəlin toplayaq. Deməli, topladıqda da cavab deməli eləyir 14. Bu formada rahatlıqla məsələni biz həll edə bilirik. İndi davam edək. Baxın, yenə də bu oxşar tipli bir məsələdir. Burada nəsə bir səhvlik gedib. Gəlin bunu səliqəli formada yazın. Başlayaq, bunu həll edək. Aha. Deməli, məsələ belədir. A plus 1 böl B minus 2 böl C. Bizdən A plus B plus C-ni bizdən istəyir. Aha, indi gəlin bu məsələni həll edək. Yenə də oxşar qaydada gəlin bunları hamısını bölmə, addım-addım, bölə-bölə gəlin gedək. Bu eləyir 6 plus 13'də 5. Davam edək. 6 plus, bunu gəlin bunu tərsinə yazaq. 1 böl, bu da eləyir 6 plus 1 böl, deməli 2 plus 2 plus 5 də 3 yaza bilərik. Və ya burada minusdur deyə 3 minus 5'də 2 gəlin yazaq ki, bu qayda ödənilsin burada. Buradan da deməli A nəyə bərabərdir? A burada bərabərdir 6'ya, B bərabərdir 3'ə, C bərabərdir 5'ə. Bunları toplayanda da eləyir 6 plus 3 9, 9 plus 5 14 eləyir. A plus B plus C nəyə bərabərdir? 14'ə. Bu formada məsələ rahatlıqla həll olunur. Növbəti məsələyə baxaq. Deməli, boru hovuz məsələləri. Bu tipli məsələləri əgər biz həll etmək istəyiriksə,
İki dənə qaydası yolu vardır. Bir yolu belədir ki, deməli, adi hissə formasında götürürəm, həll edirəm. Bir dənə də xəyali ədəd formasında biz bu tipli məsələləri həll edə bilərik. İndi gəlin əvvəl bunu normal bir yolu ilə həll eləyək, adi qaydası ilə həll eləyək. Sonra mən növbəti məsələlərdə mən sizə xəyali ədədlə bu tipli məsələlərin hesablanması qaydasını mən sizə göstərərəm. Gəlin indi bu məsələni həll eləyək. Deməli məsələ belədir. Bir boru boş hovuzun yarısını 6 saata doldurur. Digər boru isə dolu hovuzun 1/3 hissəsini 8 saata boşaldır. Borular birlikdə açıldıqda hovuz nə qədər vaxtda dolar? Deməli biri doldurur, digəri boşaldır. Bunun yarısını boşaldır. Biz bu tipli məsələlərdə mütləq tam bir hovuzu gətirməliyik. Əgər bu birinci boru hovuzun yarısını 6 saata doldurursa, tam bir hovuzu neçə saata doldurar? Təbii ki, 12 saata. 6 saata bu boru, yəni tutaq ki, bir krankdır. Bu hovuzdur. Hovuzu doldurur 6 saata, yarısını. Deməli, tam bir hissəsini neçə saata doldurar? 12 saata. Digər boru, digər boru isə dolu hovuzun 1/3 hissəsini 8 saata doldurursa, tam bir hissəsini isə 8 saata boşaldırsa, tam bir hissəsini deməli 24 saata boşaldar. Bunlar ikisi birlikdə işlədikdə hovuz nə qədər vaxta dolar? Gəlin bunu hesablayaq. Bunların hər ikisini 1 saata gətirək. Əgər 12 saata hovuzu doldurursa, 1 saata hovuzun 12/1 hissəsini doldurar. 24 saata əgər hovuzu tam doldurursa, tam boşaldırsa, deməli 1 saata 24/1 hissəsini boşaldar. Bu da bərabərdir 1/x formasında yazıram. Buradan da deməli 24/2 minus 1 bərabərdir 24/1. Bu da bərabərdir 1/x-ə. Deməli x bərabərdir 24. Deməli bu iki dənə boru bir yerdə işlədikdə onlar hovuzu 24 saata doldurarlar. İndi növbəti məsələyə biz baxırıq. Baxın, uzunluğu 120 santimetr olan ipi bir ucundan 5/4 hissəsi qədər kəsdikdə ipin ortası nə qədər sürüşər? Gəlin biz bunu əvvəl adi bir qaydada həll eləyək. Ondan sonra bunun mən qaydasını mən sizə deyərəm. Uzunluğu 120 santimetr olan bir ipdir. Bu ipin uzunluğu olsun 120 santimetr. Bu ipin məsələn tutaq ki, bu tərəfindən 5/4 hissəsi qədər kəsdikdə bunun nə qədər hissəsi qalır? 5/1 hissəsi qalır. Deməli 120 vur 5/1 bərabərdir burada deməli 24. Bu ipin qaldı 24 santimetri. Bu 24-ün ortası nədir? 12-dir. Yəni 12 santimetr. Bu orta 12 santimetrdir. Bayaq kəsilməzdən əvvəl bunun ortası nə qədər idi? Yəni ipin ortası nə idi? 60 idi. İndi 12 oldu. Nə qədər sürüşdü? 60 minus 12. Bu da bərabərdir deməli 48 santimetr sürüşdü. Əgər baxın, indi bunu qayda formasında deyim. Yəni MIQ suallarında və ya blok, abituriyent tipli məsələlərdə sizə mütləq sürət lazımdır. Siz sürətlə bu tipli məsələləri həll edə bilməlisiniz. Mən qaydasını deyim, bundan sonraki məsələlərdə həmin qaydaları işlədərəm sizə. Bu mütləq sizin yadınızda qalar. Yəni qayda belədir. Əgər bir dənə ipi bir ucundan kəsirsənsə, onun orta nöqtəsi kəsdiyi hissənin yarısı qədər sürüşür. Orta nöqtəsi, yəni bu ip deyil, ipi bir tərəfindən mən kəsirəmsə, həmin kəsdiyim hissənin yarısı qədər ipin ortası sürüşür. Qayda belədir. Yəni baxın, bu 120 santimetr deyildi ip. Bu 5/4 hissəsi qədər kəsmək istəmirəm. Bunun yarısı qədər, 5/4-ün yarısı qədər bu ip sürüşür. 5/2.
Yəni 120-ni vururam 5-də 2-yə. Bu da eləyir 48 santimetr. Yəni rahatlıqla hesabladım. Yəni ipi mən bir tərəfindən nə qədər kəsmək istəyirəmsə, həmin kəsdiyim hissənin yarısı qədər, yarısının hissəsi qədər bu ip sürüşür. 120-ni vururam 5-də 2, bu da 48 santimetr edir. Deməli ipin ortası 48 santimetr burada sürüşür. Növbəti məsələyə gəlin baxaq. Yenə də oxşar tipli məsələdir. İpin bir ucundan 5-də 3 hissəsi qədər kəsərək ortası 6 santimetr sürüşər. Bu ipin uzunluğunu tapın. Yenə də baxın. Əgər 5-də 3 hissəsi kəsilibsə və bu 6 santimetr sürüşübsə, deməli bunun yarısı qədər bu sürüşüb. Bu kəsdiyim hissənin yarısı qədər bu sürüşüb. 5-də 3-ün də yarısı eləyir 10-da 3. 10-da 3 vur x. X həmin o ipin ümumi uzunluğudur. Bərabərdir 6-ya. Buradan da x nəyə bərabərdir? 10-u vururam 6-ya, bölürəm 3-ə. Buradan da x bərabər olur, deməli 20-yə. Deməli, ümumi ipin uzunluğu 20 santimetr olmuş. Aha, indi növbəti məsələyə gəlin baxaq. Gəlin davamına digər PDF-dən baxaq. Və bunu da qeyd edim ki, yəni bu dərs izahı qeyd olunur. Siz sonradan istəsəz buna YouTube kanalımda da baxa bilərsiniz. Yenə də baxın, bayaqki qaydanı biz yenə də buraya tətbiq edirik. İpin bir ucundan əgər mən nə qədər hissə kəsirəmsə, onun yarısı qədər onun ortası sürüşmüş olur. Baxın, burada nə deyir? İpi bir ucundan əvvəlcə 1/4 hissəsi, daha sonra qalan ipin həmin tərəfdən altda bir hissəsi kəsdikdən sonra ipin ortası 24 santimetr sürüşərsə, verilən ipin uzunluğunu bizdən istəyir. Baxın, bunu adi formada göstərim, bu sizə tam aydın olar. Yəni bir dəfə bu hissədən kəsir, bir dəfə o bir hissədən. Bəs bu tipli məsələlərdə biz nə edirik? Onu mən gəlin sizə göstərim. Aha. Bu tutaq ki, bir ipdir. Bu ip olsun A. Əgər əvvəl bunu soldan mən kəsirəm, soldan yox, yəni bunun sağ tərəfindən mən kəsdim, digər tərəfdən. Bu dəfə isə sol tərəfindən kəsirəm. Əvvəl bunun ortası harda idi? Orta burada idi. Elə deyilmi? Bəli. Baxın, orta burada idi əvvəl. Sonra burada oldu. Bundan sonra burada olanda da burada olur. Deməli burada bir dəfə bu tərəfdən, bir dəfə o bir tərəfdən kəsildikdə, bir dəfə bu tərəfdən, bir dəfə o bir tərəfdən kəsildikdə, deməli nə olmuş olur? Deməli bu artıq bu orta minus qədər dəyişilir də. Yəni burada biz minus yazırıq. Baxın, bu 2 dənə ortanın fərqinə bərabər olur da. Yəni baxın bu formada. Orta bu qədər dəyişmiş olur. Deməli orta fərq qədər dəyişmiş olur. Gəlin bunu misalda tətbiq edək. Sizə tam formada aydın olsun. Deməli, ipi bir ucundan əvvəlcə 1/4 hissəsi, daha sonra qalan ipin 1/6 hissəsi kəsdikdən sonra ipin ortası 24 santimetr sürüşərsə verilən ipin uzunluğunda. Bu ip olsun 1 x santimetr. Sonra mən 1/4 hissəsini mən kəsdim. İp oldu 4/3 x. Sonra bu 4/3 x qaldı. Deməli belə deməli bu əvvəl bunu qeyd edək ki, bu ipin 8də 1-i qədər yerini dəyişmişdir. X vur 8də 1. Əvvəl bu qədər yerini dəyişmişdi ip. Yəni bu hissənin yarısı qədər. Sonra 4/3 x deyildi. Bu ipin isə
12'də 1 hissəsi qədər bu yerini dəyişər. Yəni 6'da 1-in yarısı 12'də 1. Yazıram 8'də 1 x, digər tərəfdən deyəndə minus yazıram mütləq. Bunu da izah etdim mən sizə. Minus deməli 12'də 1 x. 12'də 1 vur 4'də 3 x. 4'də 3 x hissəsi qalmışdı axı. Buradan da 8'də 1 x minus deməli burada ixtisara aparaq qaldı 4, 16'da 1 x. Deməli bu da eləyir 16'da 1 x. Bu da ümumilikdə deməli 24 santimetr yerini dəyişərsə bu da bərabərdir 24'ə. Buradan bəs x nəyə bərabər olur? X bərabər olur 16 vur 24'ə. 16'nı da 24'ə vuranda eləyir 384. Bu formada məsələ həll olundu. İndi növbəti məsələyə gəlin baxaq. Aha, ipi bir ucundan əvvəlki 4'də 1 hissəsi, daha sonra qalan ipin digər tərəfdən 6'da 1 hissəsini kəsdikdən sonra ipin ortası 24 santimetr sürüşərsə, verilən ipin deyir uzunluğunu tap. Deməli nə edirik? Bu bir ip olsun. Bunun 4'də 1 hissəsini kəsdim əvvəl. Deməli bu hissənin yarısı qədər bunun ortası yerini dəyişər. Bunun uzunluğu x əgər olsa, əvvəl deməli bu x-in 8'də 1 hissəsi, yəni həmin kəsdiyim hissənin yarısı qədər bu yerini dəyişər. X vur 8'də 1 əvvəl bu qədər yerini dəyişdi. Amma deməli burada deməli 4'də 1 hissəsini kəsdikdən sonra burada qaldı 4'də 3x. Bunun isə 6'da 1 hissəsini mən kəsirəm. 6'da 1 hissəsini əgər kəsirəmsə, bunun ortası 12'də 1 qədər yerini dəyişər. Deməli 4'də 3x vur 12'də 1. İndi burada nə edirəm? Deməli kəsdikdən sonra ipin ortası 24 santimetr burada sürüşürsə, burada artıq minus yazıram. Fərqini yazıram yəni. Yəni hər iki tərəfdən kəsdikdə burada mütləq fərq yazmaq lazımdır. 8'də 1 x minus burada gəlin ixtisarı aparaq, burada 4'də 1 elədik. Minus 8'də 1 x minus 16'da 1 x bərabərdir 24'də. 16'da 1 x bərabərdir 24'də. Buradan da x bərabər olur nəyə? 384. Bu formada məsələ rahatlıqla həll olunur. Əsas burada qaydanı bilmək lazımdır ki, əgər mən hər hansısa bir ipi bir tərəfdən əgər 4'də 1 hissəsini kəsirəmsə, onun ortası 4'də 1'in yarısı, 8'də 1 ipin 8'də 1 hissəsi qədər onun ortası öz yerini dəyişir. Yəni ipi mən əgər x qədər kəsirəmsə, x hissəsini mən kəsirəmsə, x-in yarısı qədər onun ortası öz yerini dəyişmiş olur. İndi növbəti məsələyə baxaq. Aha. Deməli, baxın bu da sırf MIG sertifikasiya tipli məsələlərdəndir. Diqqətlə baxaq. Qabın 5'də 1 hissəsi su ilə dolu olduqda kütləsi A. 5'də 3 hissəsi su ilə dolu olduqda isə kütləsi B olarsa, qab su ilə tam dolu olduqda kütləsi nə qədər olar? Gəlin bunu əvvəl adi bir qaydada həll eləyək. Bundan sonra bunun mən ümumi tez həll olunma qaydasını mən sizə deyərəm, izah edərəm. Əvvəl ümumi qaydasını gəlin deyim. Bu qab olsun. Qabı bölək 5'dən yerə. Qabın 5'də 1 hissəsi, yəni buraya qədər su ilə tam dolu olduqda kütləsi nə qədər olur? A. Bu qabın kütləsi, yəni bu 5'də 1 hissəsini mən götürəndə, burada qabın kütləsini də burada nəzərə almalıyam. Qabın kütləsi də olsun x. Deməli x plus A bərabər olur. Deməli x plus həmin bu hissəni də götürək B. Yəni B. X plus B bərabər olur A-ya. Bunu biz tapdıq ki, x plus B bərabərdir A. Buradakı x gəlin götürək deməli qabın kütləsidir.
Buradakı X qabın kütləsidir, B isə həmin bu 5də 1 hissədə olan suyun kütləsidir. X plus B bərabərdir A-ya. İndi baxın, bu biri tərəfdə deyir. 5də 3 hissəsi su ilə dolu olduqda, bu 5də 3 hissəsi su ilə dolu olduqda isə bunun kütləsi nə qədər olur? Deməli, bura 3x olur. Eee, bu 3x plus b deməli nəyə bərabər olur? Bərabərdir. Burada deməli b olmasın gəlin qabın kütləsi. Götürək s. Bu da bərabər olur b-yə. Aha. Aha, burada da qabın kütləsini dəyişir, eləyirik s. Buradan bizə nə məlum olur? X plus s bərabərdir a-ya, 3x plus s isə bərabərdir b-yə. Bunu biz tapdıq. Gəlin burada eee, sistem tənliyi quraq. 2x bərabər olur b minus a-ya, x bərabərdir b minus a bölü 2-yə. Deməli biz x-i tapa bildik. X bərabərdir b minus a bölü 2-yə. Eee, bu məlum oldu. İndi bu dəfə biz nə eləyək? Bu s-ni indi götürək. Deməli a və b ilə ifadə edək də. Burada a və b bizə verilib. Gəlin burada bu hissəni götürək, hər tərəfi 3-ə vuraq. 3x, 3s bərabərdir 3a-ya. Deməli 2s burada aşağıdan yuxarının fərqini mən tapıram. Deməli 2s bərabər olur 3a minus b-yə. S də bərabərdir 3a minus b böl 2-yə. Qabın kütləsi bəs nəyə bərabər olar? Deməli, x-dən 5 dənədir. 5x plus s-yə. Qabın su ilə olan kütləsi buna bərabərdir. İndi gəlin bunu yazım, həll edim. Deməli, 5b minus 5a böl 2 plus 3a minus b böl 2-yə. Bunu da həll edəndə burada alınır ki, 2-də deməli 4b minus 2a. Bu da bərabər olur. Deməli 4b minus 2a-nı da bölürəm 2-yə. Eləyir 2b minus a. Deməli tapdıq ki, qabın ümumi kütləsi 2b minus a-ya bərabərdir. İndi baxırıq növbəti məsələyə. A və B krantları şəkildə göstərildiyi kimi hovuza quraşdırılıb. A krantı boş hovuzu 6 saata doldurur. B krantı isə dolu hovuzu 8 saata boşaldır. Boşaldır. Borular eyni vaxtda açılsa, hovuz neçə saata dolar? Baxın, buraya bir qədər diqqət yetirək. Baxın, buradan buraya qədər olan hissə nəyə bərabərdir? H-a. Bu H-dır. Deməli, buradan buraya qədər hissə H-a bərabərdir. Diqqət edək. Bu B krantı hovuzun yalnız yuxarı 3H olan hissəsini boşalda bilir. Aşağı H olan hissəni bu B krantı boşalda bilmir. B krantı aşağı H olan hissəni boşalda bilmir. Deməli, burada biz nə edirik? Amma deməli 3H olan hissədə həm A, həm də B krantı işləyir. Amma bu aşağı olan H olan hissədə yalnız burada deməli A krantı işləyir. A krantı oraya su doldurur. İndi biz nə edirik? Bu krantı 2 dənə hissəyə gəlin ayıraq. Birinci hissə, ikinci hissə. Aha, baxırıq indi buraya.
Birinci hissəyə əvvəl baxaq. Burada yalnız A krantı deməli işləyir. Deməli A krantı boş hovuzu əgər 6 saata doldurursa, 1 saata 6/1 hissəsini doldurar. A 1 saata 6 deməli 6/1 hissəsi bu da bərabərdir. Deməli 1/x. Yəni burada A krantı hovuzu 6 saata doldurur, amma bu hovuzun 1/4 hissəsini 1/4 hissəsini isə deməli 1,5 saata doldurar. A krantı tam hovuzu 6 saata doldurur. Mənə bu aşağı 1/4 hissəsi lazımdır. 1/4 hissəsini 1,5 saata doldurar. B də bu aşağı H hissəyə aidiyyəti yoxdur. Deməli bu aşağı H hissə 1,5 saata doldu. İkinci hissəyə indi baxırıq. Deməli A krantı yuxarı hissəni normalda tam hovuzu 6 saata doldurur. Amma 4/3 hissəsini neçə saata doldurar? 6 vur 4/3 minus deməli yazıram minus ya da belə yazmayaq. Deməli bu götürürəm ki deməli A krantı doldurur, B krantı boşaldır. 6/1 minus 8/1. Bu da eləyir deməli 24/1. Deməli bu ümumi hovuzu bu 2 dənə boru işlədikdə ümumi hovuzu 24 saata doldurar. 24 saata. Amma mənə 4/3 hissəsinin dolması lazımdır. Yəni 4H ümumi borudur, 3H hissəsinin doldurması lazımdır. 24-ü vururam 4/3-ə. Bu da eləyir deməli 18 saata. Deməli 18 saata bu ikinci hissə dolar. Bu hissə isə 1,5 saata dolar. Deməli bu hovuz ümumi 2-dən 2 saata dolar. 18 plus 1,5 bu da bərabərdir 19,5 saata hovuz dolmuş olar. Növbəti məsələyə baxırıq. A, B və C krampları şəkildə göstərildiyi kimi hovuza quraşdırılıb. A və B krantı boş hovuzu uyğun olaraq 6 və 10 saata doldurur. Hovuzun ortasına quraşdırılmış C krantı dolu hovuzu 8 saata boşalda bilir. Yəni baxın, buradan buraya qədər hissələr hovuzun yarı olan hissəsidir. Bura H/2-dir, burada H/2-dir. C krantı isə dolu hovuzu 8 saata boşalda bilir. Borular eyni vaxtda açılsa boş hovuz neçə saata dolar? Baxın, yenə də bunu 2-dən hissəyə bölək. Bu birinci hissədir, ikinci hissə. C krantı bu birinci hissəni boşalda bilmir. C krantı yalnız yuxarı hissəni boşalda bilir. Deməli, mən nə yazıram burada? C krantı deməli yalnız yuxarı. İndi bu birinci hissənin dolmasına gəlin baxaq. Birinci hissədə yalnız həm A, həm də B krantı işləyir. Deməli, burada eləyirəm 6/1 plus 10/1. A və B krantı ona görə hər ikisi bu birinci hissəni tez doldurur. 6/1 plus 10/1 eləyir 30'da 5 plus 3. 30'da 8. 30'da 8 elədi. 30'da 8. Deməli, bu da eləyir 15'də 4. Deməli, bu da bərabərdir 1/x. Buradan da deməli x bərabərdir 4'də 15. Deməli 4'də 15 saata bu 2 dənə boru əgər işləsə hovuzu doldura bilər. Amma mənə nə lazımdır? Bunun yarısını doldurması. Əgər 4'də 15 saata bunlar ikisi bir yer tam doldurarsa bunun yarısı vur 2'də 1. Bu da bərabərdir 8'də 15 saata deməli hovuzu bu birinci hissəsini doldurar. Amma digər ikinci hissədə isə həm A, həm B, həm də C hovuzu işləyir. Burada artıq mən nə yazıram? 6/1 plus 10/1 bu 2 dənə boru hovuzu doldurur.
Minus, minus. Deməli 8-də 1 yazıram. Digər isə hovuzu boşaldır. Bu da bərabərlik 1 bölü x-ə. Buradan da deməli ortaq məxrəc burada gətirirəm. Deməli 120-də 120-də 20 plus 12 minus 15. Bu da bərabərdir 1 bölü x-ə. Bu da eləyir deməli 120-də 17. Deməli bunlar əgər 3 dənəsi işləsə, bu hovuzu tam 17-də 120 saata doldurar. Amma mənə bu yarı olan hissə lazımdır. Oranı doldurmaq lazımdır. Vur 2-də 1-ə. Bu da eləyir 17-də 60. 17-də 60 saata deməli bu digər hissə dolar. Deməli buradan biz nə nəticəyə gəldik? Bu hissəni 17-də 60 saat, deməli bu hissə 8-də 15 saata dolar. Bu hissə isə 17-də 60 saata dolar. Tam hovuz neçə saata dolmuş olar? Deməli 8-də 15 plus 17-də 60. Bu da eləyir 136-da 735 saata hovuz tam dolmuş olar. İndi növbəti məsələyə biz baxırıq. Aha. Bir dənə də mən sizə demişdim ki, bu tipli məsələlərdə mən xəyali ədədlərlə də boru hovuz məsələlərinin həlli qaydasını mən sizə deyərəm. Gəlin bunu da mən sizə deyim, izah edeyim. Yəni xəyali ədədlərlə də biz həm iş, həm də boru məsələlərini rahatlıqla həll edə bilirik. Sizə hansı qayda daha sərfəlidirsə, hansı qayda sizə daha rahat gəlirsə, o qayda ilə siz götürüb həll edə bilərsiniz. Və hər iki yol da demək olar sürətli həll edilmə yollarındandır. Aha, indi gəlin baxaq. Xəyali ədədlə götürək bu məsələni həll edək. Deyir A, B və C krantları şəkildə göstərildiyi kimi hovuza quraşdırılıb. A və B krantı boş hovuzu uyğun olaraq 6 və 10 saata doldurur. Hovuzun ortasında quraşdırılmış C krantı isə dolu hovuzu 8 saata boşalda bilir. Borular eyni vaxtda açılsa boş hovuz neçə saata dolar? İndi burada 6, 8 və 10-a bölünən bir ədədi götürürəm. Akub 6, 8, 10, 120 edir. Amma gəlin götürək biz 240. Deməli bu tutaq ki, bu hovuz 240 litr su tutur. 240 litr. 240 litr. Bu da bu hovuzun yarısına quraşdırılıb. Deməli bu hovuzun bir yarısıdır, bu da hovuzun digər yarısı. 2-dən hissəyə bölək. Birinci hissə, ikinci hissə. Birinci yarı olsun 120 litr, digər yarı da olsun 120 litr. Deməli, götürək bu kranklar hər biri 1 saata nə qədər su doldurur, bunu götürüb yazaq əvvəl. A kranı 1 saata nə qədər su doldurar? Əgər 6 saata A krantı deməli, əgər A krantı 6 saat hovuzu tam doldurursa, 1 saata deməli 200 120 ya da 240 bölü 6 tam hovuzun doldurmasından söhbət gedirsə 240-ı bölürəm 6, bu da 40 litr. Deməli, A hovuzu 1 saata 40 litr su doldurar. B kranında isə 240 böl 10 bərabərdir 24 litr 1 saata doldurar. C kranında isə 240 böl 8 bu da eləyir 30 litr 1 saata boşaldar. Bunlar boşaldır, bunlar isə doldurur. Bu birinci hissəyə gəlin baxaq. Birinci hissədə həm A krantı, həm də B krantı doldurur. Amma C krantı artıq birinci hissəyə qədərdir. Birinci hissəni boşaltmır.
Yalnız ikinci hissəni boşaldır. Deməli, birinci hissədə yalnız həm A, həm də B kranı işləyir. Deməli, 40 plus 24-ü mən toplayıram. Bunlar 1 saata bu qədər doldurur. Vururam X-ə, bu da bərabərdir 120 edir. Buradan da X-i mən tapıram. X bərabərdir 120 böl 64 saat. 120 böl 64 saata bu birinci hissə dolmuş olur. Digər ikinci hissədə isə baxıram ki, burada həm A, həm B, həm də C kranı işləyir. Burada 40 plus 20, 24 minus 30 yazıram. Bu da eləyir 30. Vururam X-ə, bu 120 edir. Digər yarısına yəni baxıram. Buradan da 34x bərabərdir 120-yə. X də bərabərdir 120 böl 34-ə. Bu formada deməli indi hər ikisini gəlin toplayaq. Deməli, görək hovuzu neçə saata hər iki hissəsi nə qədər saata dolar. Birinci hissə 64-də 120 saata dolmuş olar. İkinci hissə 34-də 120 saata dolar. İkisi bir yerdə əgər ümumilikdə hovuz neçə saata dolmuş olar? 120 plus 240 bu da eləyir 64-də 360 saata deməli hovuz tam dolmuş olar. İndi növbəti məsələyə baxırıq. Bizə verib 3-də 20, 4-də 20, 5-də 42, 6-da 56. Şəklində verilmiş sonsuz kəsrlər ardıcıllığının neçə elementi tamdır? Yəni neçə dənə elementi burada tam ədəddir. Burada biz bu bir ardıcıllıqdır. Bunun bir forması olmalıdır, yazılma forması olmalıdır. Burada deməli yazılma indi qaydasını gəlin götürək yazaq. Surətdə götürüb nə yazıram mən? Deməli, məxrəc asandır. N plus 1 yazaq. Hamısı məxrəc 1 vahid artır. Hər dəfə 1 vahid artır. Amma surət nədir? Deməli, götürüb yazaq. N plus 3 vur N plus 4. N də daxildir natural ədədə. N burada natural ədədə daxildir. N 1 olanda bu ödənilir. N 2 olanda ödənilir. 2 1 olanda 3-də 20 elədi. Yəni 4 vur 5 20 edir. 3-də 20. 2 yazanda deməli yox, burada N plus 2-dir. 1 yazanda 3-də 20 edir. 2 yazanda 4-də 30 edir. 3 yazanda 5-də 42 edir. 42 edir. Bu formada davam edir. İndi burada götürüb nə yazaq? Bu formada davam edir. Deməli, bunu hasil formasında gəlin yazaq. N kvadratı plus 7n plus 12 böl n plus 2. Gəlin bunu budaqlı bölmə formasında göstərək. N kvadratı plus 7n plus 12 böl n plus 2. Bunun böləndə nəyə bərabər olur? N vur n kvadratı plus 2n 5n plus 12 deməli 5-ə vururam. Burada 5n plus 10 edir. Burada da 2 qalır. Deməli bu nəyə bərabər oldu bu qiymət? Bərabər oldu n plus 5 plus 2 böl n plus 2. Sonra mən nə edirəm? Bu əgər mən bu hissənin baxın bu 2 dənə hissə onsuz da tam qiymət alır. Bu hissə gərək tam qiymət alsın. N plus 2 bərabərdir deməli 1 və N plus 2 məsələn bərabərdir 2 olanda bu tam qiymət ala bilər. Bu ala bilərmi? Gəlin buna baxaq. Burada N bərabərdir -1 oldu. N bərabərdir -2 oldu. N də tam qiymət ala bilmədi. Deməli natural ədəd olmadısa, deməli tam qiymət ala bilməz. Baxın, buradakı n natural olmalıdır. Bu ardıcıllıqda n natural ədəd olmalıdır. Biz bunu nəzərə almışıq. Əgər n natural ədədə daxil deyilsə, deməli bu natural qiymətdə burada ala bilməz. Deməli tam qiymətdə deməli ala bilmir. Deməli burada boş çoxluğu verir. Deməli n-in 0 qiymətində n-in deməli 0 qiymətində bu tamdır. Deməli n-in 0 qiymətində. İndi növbəti məsələyə gəlin baxaq. Bizə verilib 2-də 35, 3-də 48, 4-də
63, 5-də 80. Şəklində verilmiş sonsuz kəsrlər ardıcıllığının neçə elementi tamdır? Yenə də oxşar tipli məsələdir. Gəlin bunu hasil formasında gəlin götürüb yazaq. Eee, deməli, baxın, bu 35 nəyə bərabərdir? 5 vur 7-yə. Bu nəyə bərabərdir? 6 vur 8-ə. Bəs bu nəyə bərabərdir? 7 vur 9-a. Bu da 8 vur 10-a bərabərdir. Elə deyilmi? Bəli. Eee, aralarında 2 bayt fərq olan ədədlərin hasilidir. Məxrəc isə hər dəfə 1 bayt artır. Deməli, məxrəci rahatlıqla yaza bilirəm n+1. Bəs sürətdə mən nə yazmalıyam? Deməli, n+4 vur n+6. Bu da eləyir, deməli, n kvadratı plus 10n plus 24 böl n+1. Mhm. Bunu da indi budaqlı bölmə ilə gəlin hesablayıb yazaq. N kvadratı plus 10n plus 24 böl n+1'ə. N'ə vururuq hər tərəfi n kvadratı plus n 9n plus 24 qaldı plus 9 9n plus 9 bu da eləyir deməli 15 burada qaldı. Deməli bu ifadə nəyə bərabərdir? N plus 9 plus 15 böl n plus 1'ə. Və buradadır ki, n plus 1-də 15-in natural bölənləri olanda görək ki, bu ödənilirmi yoxsa ödənilmir? Ödənilirmi? Görək baxaq. Əgər burada n plus 1 deməli bərabərdir 1, 3, 5, 15 olan hallarına gəlin baxaq. 1 olanda n bərabərli 0 verdi. Amma digər bütün hallarda n bərabərli 2 verdi. Deməli 1 olan halı silirəm. Digər hallarda n bərabərli 2 verdi, n bərabərli 4 verdi, n bərabərli 14 verdi. Deməli ümumi 3 dənə halda isə bu ödənildi. Cavab burada eləyir 3. Növbəti məsələyə gəlin baxaq. Bir dənə mən sizə ardıcıllığın tez qurulma qaydasını verim. Burada baxırıq, əgər ardıcıllıq qurmaq istəyirəmsə, burada yuxarıda nə yaza bilərəm? 20n plus 84. Aşağıda isə hər biri 1 vahid artır. N plus 3. Gəlin bunu hesablayaq. Biz bunu budaqlı bölmə ilə də hesablaya bilərik və ya rahatlıqla da onsuz da hesablaya bilirik. Deməli, e, 20 n plus 60 böl n plus 3 plus 24 böl n plus 3'ə. Bu da bərabər olur. Deməli 20 plus 24 böl n plus 3'ə. 24 böl n plus 3 burada, yəni n plus 3 burada natural ədəd olmalıdır. Ona görə ki, n daxildir n-ə. Natural ədədə daxil olmalıdır. Deməli, n plus 3 əgər burada 24-ün deməli natural bölənləri olmalıdır. 24-ün natural bölənlərinin sayı nəyə bərabərdir? 24 bərabərdir. Natural bölən, deməli, sadə vurguların hasili formasında gəlin göstərək. 2 üstü 3 vur 3. Natural bölən sayı qüvvətlərin üzərinə 1 gəlirəm, bir-birinə vururam. 8 dənə natural böləni vardır. Amma 1, 2 və 1, 2 qiymət deməli 1, 2 və 3 qiymətlərində n natural qiymət almadığına görə onları çıxıram. Deməli 8 minus 3 5. Deməli 5 dənə qiymətində yəni 5 elementi burada tam qiymət almış olur. 5. Cavab burada eləyir 5.
Aha, bu formada deməli məsələlər bitdi, yekunlaşdı. Bugünkü dərsimiz bu qədərdir. Deməli video izah sizə faydalı oldusa, bunu bəyənin, dostlarınızla paylaşın, qoy onlar da faydalansın. Yəni əgər sizə faydalı oldusa, kanalı bəyənməyi də, abunə olmağı da unutmayın. Beləliklə dərsimiz bu qədər. Sağ olun, salamat qalın.